Birinci olaraq gözün idarə edilməsi zəruridir. Bu birincidir. Ruhun birinci qapısı gözdür. Ona görə onları idarə etmək lazımdır ki, hamısı ard-arda ruha daxil olmasınlar. Etibarlı rəvayətə görə Yahya Peyğəmbərdən soruşurlar. Qadağan olunmuş münasibətlərin birinci səbəbi nədir? Yəhya əleyhissalam buyurdu, haram baxış. Bu baxış qadağan olunmuş münasibətlərin səbəbidir. Gözü idarə etməyin yaxşı üsulu budur ki, əgər Allah eləməsin, kimsə baxışlarında günahı hiss edərsə, mən gözlər haqqında danışıram, amma bu bədənin digər hissələrinə də aiddir. Həmçinin dili və qulaqları idarə etmə metoduna da aiddir. İnsan gərək özü üçün qısa müddətli idarə üsulu yaratsın. Bir gün öz baxışını idarə etməyə cəhd etsin. Əgər gün ərzində baxışlarını idarə edə bilmirsənsə, o zaman nəzr et. De, Allahım, əgər bu gün qəsdən harama baxsam, özümü cəzalandıracam. Onda insan diqqətli olacaq. Əgər insan bir gün müvəffəq oldusa, sonra belə 2 gün keçirsin. 2 gün tab gətirdisə, qoy 4 günə uzatsın. Sonra həftəyə, beləcə 40 günə çatdırsın. Əgər insan 40 gün baxışını idarə edə bildisə, o artıq insana daima itaət edəcək. İkinci mərhələ fikirlərin idarə edilməsidir. Bəzən insan baxışını idarə edir, amma fikirləri onu dolaşığa salır. Öz düşüncələrində lazımsız şeyləri canlandırır. Əgər insan günah haqqında düşünürsə, günah ona yazılmır. Lakin bu qəlbi təhrik edir, insanı günaha hazırlaşdırır. Bu ona bənzəyir ki, siz yeni evinizdə od qalayırsınız. Əgər od evinizi yandırmasa belə, tüstüsü divarlarınızı çirkləndirir. Bu fikirlər də insanı ləkələyir. Əhl-i-Beytdən gələn rəvayətlərdə qiymətli və mənəvi bir qayda var. İmam Sadiq buyurub, insanın nəfsi idarəsizdir. Əgər sən onu idarə etməsən, işlə məşğul etməsən, dolaşığa salmasan, o səni dolaşığa salacaq. Əgər sən onu vəhşi at kimi sakitləşdirməsən, o səni başqa istiqamətə aparacaq. Ona görə öz nəfsivə hər yerdə gəzməyə icazə vermə. Quran öyrən, oxu, işlə, idmanla məşğul ol. Nə eləsə məşğul ol, oturma və ona icazə vermə ki, nə gəldi düşünsün. Üçüncü mərhələ insanın daxili paklığını qorumasıdır. Göz və fikirləri idarə etməkdən əlavə, bu günaha salacaq yerlərə getməkdən çəkinməkdir. Bu yerlərə getməyin. Necə real mühit, eləcə də virtual. Qonaqlıq. Hansı ki, qadınlar və kişilər birgə iştirak edirlər, həmçinin zarafat edirlər. Allaha and olsun, bu zarafat deyil. İmam Əli, hər hansı başqa şəxs yox, buyurub, siz hamınız bu sözü eşitmisiniz. Mən cavan qızlara salam vermirəm. Ona görə ki, onların cavabı mənim qəlbimi titrətməsin, qəlbimə təsir etməsin. Dördüncü, qadınlar gərək